Salam əziz izləyicilər. Bu gün Lamiyə xanımla bir yerdəyik və mənim Lamiyə xanıma bir neçə sualım olacaq. İlk sualım budur ki, cəmiyyətimizdə münasibətlərlə bağlı ən çox rast gəldiyiniz hansı problemlər var? Mən də hər birinizi salamlayıram. Münasibətlər barəsində ən çox rast gəlinən problemlərdən biri odur ki, ümumiyyətlə bir növ insanlar iki istiqamətə bölünüblər. Ya münasibət ümumiyyətlə qurmaq istəməyənlər var. Yəni daha çox təkliyə meyillik, yalnızlıq daha çox artır və ya da ki, həddindən çox münasibətə yönümlülük, amma fərqli-fərqli münasibətlər və ya da ki, bir növ belə deyək də, sanki münasibətsiz qala bilməmək kimi bir durum var. Bu da əslində insanların özlərindən qaçış kimi bir şeydir. Çünki bir insan özü ilə münasibət yaxşı qura bildikdə, özü ilə barışıq olduqda, özünü sevə bildikdə, yəni ən azından məsələn öz təkliyindən məmnun ola bildikdə, ondan sonra onun üçün çox rahat ola bilir ki, digər bir insanla, yəni ki, əks cinsində münasibət qurmaq. Həm istər kişi üçün, həm qadın üçün. Çünki bir insan özünə vaxt ayırıb, özünə vaxt keçirdikcə başa düşür ki, o necə birini istəyir ümumiyyətlə. Təbii ki, biz bu münasibət qurduqca, müəyyən bir yaşdan sonra, xüsusən də məsələn artıq 30-lara yaxınlaşdıqda daha yaxşı dərk edə bilirik ki, bizə necə bir insan uyğundur, necə bir insan uyğun deyil. Sadəcə bəzən ola bilər ki, biz özümüzü yaxşı tanıya bilmədikdə də öz travmalarımızla münasibət qururuq. O zaman da travmalarımızı tətikləyən insanları seçirik. Təbii ki, bu şuuraltı olaraq baş verir də bu mexanizm. Və belə olduğu təqdirdə hansı ki insan öz ehtiyacını bilmir və öz ehtiyacına uyğun münasibət qura bilmədiyi üçün də elə bil ki, o münasibətlər dağılır. Məsələn, biri var ki, bir insan qorxu üzərindən münasibət qursun. Tutaq ki, mənim tək qalmaq qorxum var və kimlə gəldi münasibət qururam da. Tutaq ki, yəni mənim konkret bir kriteriyalarım yoxdur, konkret bir seçimlərim mi deyək, dəyərlərim yoxdur. O zaman çox çətin olur münasibət. Çünki mən kimlə gəldi münasibət qururam. Elə bil ki, yolumu bilmirəm. Biri var ki, bir insan yola çıxır və öz kompasını bilir ki, məsələn, onun kompası hara gedəcək də. Amma biri də var ki, mən yolun istiqamətini bilmirəm və orada azada bilərəm. Yəni ki, mənə uyğun olmayan yollarla gedə bilərəm, yolumu uzada bilərəm. Hər necəsə, yəni ki, bir növ belə deyək də yolumuzu görə bilmirik. Onun üçün də mən insanlara onu tövsiyə edirəm ki, məsələn sən bir münasibətdə ən böyük qorxun tutaq ki, tərk edilməkdirsə, sənin ehtiyacın olan güvənilir bir insanla münasibət qurmaqdır. Yəni emosional olaraq məsələn əlçatan insan, bir növ qərarlı insan, həqiqətən də yəni ünsiyyətə açıq və net olan insanlarla münasibət qurmaqdır. Nəinki də məsələn tutaq ki, atan kimi soyuq bir insanla münasibət qurmaq. Bir çox hallarda bunu biz qadınlar eləyə bilirik. Hansı ki, qadınlarda görə bilirik ki, emosional olaraq əlçatmaz, hansı ki, soyuq, həddindən çox bəlkə tənqidçi insanlarla bərabər ola bilər. Ona görə ki, ata fiquru bu şəkildə olub. Amma onun ehtiyacı olan insan daha güvənilir və onu safety, təhlükəsiz hiss etdirən insanlardır. Amma öz ehtiyacımızı biz dərk etmədikdə və şuurlu şəkildə seçim etmədikdə, o zaman çox çətinləşir məsələ. Yəni ki, münasibətlər artıq bizim üçün bir növ belə deyək də, travmatik və çətin bir yerə çevrilir və artıq biz münasibətdən qaçırıq. Çünki insan yəni davamlı şəkildə bu şəkildə seçdikdə uğursuz münasibətlər qurur və istər-istəməz bir yerdən sonra insan artıq yorulur, mental olaraq yorulur, psixoloji cəhətdən yorulur. Yəni özünü çox dəyərsiz hiss edə bilər. Məsələn, bizim qarşımızdakı insandan da çox şey asılıdır ki, yəni biz yetkin bir insanla münasibət qururuq, yoxsa necə? Yetkin bir insanla münasibətdə qurulduqda orada sağlam bir böyümə olur. Yəni insanda özgüvən artıq formalaşır, insan böyüməyə doğru gedir, irəliyə doğru gedir, nəinki geriyə. Əgər bir münasibətdə insan geriyə doğru gedirsə həddindən çox və özünü həddindən çox sorğulayırsa ki, mən görəsən doğru edirəm yoxsa yox, mən doğru insanla bərabərəm yoxsa yox, bu kimi suallar həddindən çox şey olursa, bir növ beynində əks sada verirsə, o zaman o insan doğru yerdə deyil böyük ehtimal ki. Çünki doğru insanın yanında insanda hardasa əminlik olur. Yəni %100 əminliyi heç kim verə bilməz. Bunu bilməyinizi istəyirəm. Çünki həyat yəni hər şeyin qarantiyasını ala biləcəyimiz bir yer deyil. Çünki həyatda bir növ belə deyək də, hər şey bizim planımızdan, hər şey bizim kontrolumuzun altında olan bir şey deyil də. Çünki münasibətdə olduğumuz insanın da özünə aid bir növ belə deyək də davranış sxemləri var, özünə aid, özünün götürə biləcəyi məsuliyyətləri var. Dolayısıyla yəni münasibətdə hər kəs öz məsuliyyətini götürüb və rolunu dərk etdikdən sonra o şəkildə paralel şəkildə bir münasibət qurmaq olar. Bir də mən bunu görürəm qadınlarda, kişini həddindən çox yüksək bir yerə qoyurlar, həddindən çox dəyər verirlər. O zaman da özünü əksik və dəyərsiz hiss edir və orada elə bir ki, münasibət qurulmur. Münasibətin həmişə deyirəm ki, qurulması üçün biz dəyər baxımından ümumiyyətlə eyni olmalıyıq. Paralel şəkildə, yəni ki, mən sənin olduğu kimi gördükdə və sənin yəni bütün mənfi və müsbət tərəflərini görüb qəbul eləyə bildikdə və yəni başa düşdük ki, sən insansan və sən zəif də ola bilərsən, eyni zamanda güclü də ola bilərsən. Bu tərəfləri görə bildikdə və biz illüziyaya düşmürük. Çünki bu şəkildə daha münasibət düzgün şəkildə qurulur və sevgi də real şəkildə gedir. Yəni ki, biri var ki, məsələn, mən tutaq ki, səni xəyali olaraq düşünürəm ki, tutaq ki, partnyorumu ki, o güclü bir insandır, nə bilim, o tutaq ki, mənim xəyalımda qurduğum insan tutaq ki, nə bilim, həddindən çox mərhəmətlidir, bu kimi xüsusiyyətləri ona yer edirəm də, amma onun digər xüsusiyyətlərini görmürəm. Hansı ki, onun mərhəmətsiz olduğu yerlər də var. Onun tutaq ki, haqsızlığa uğradığı zaman, yəni həddindən çox belə deyək də, özünü müdafiəyə keçə bilər, nə bilim, özünü qoruya bilər, tutaq ki, şiddətlə göstərə bilər. Yəni hər birimizdə bu
xüsusiyyətlər var əslində. Və bütün xüsusiyyətlər, yəni mənfi və ya müsbət olmasından asılı olmayaraq insana xidmət edir. Və biz bunları görə bilmədikdə, çünki bizim cəmiyyətdə həddindən çox doğru yanlış qəlibləri olduğu üçün insanları həddindən çox iki yerə parçalayırlar bütün xüsusiyyətləri. Amma bir insanda bilməli ki, bütün xüsusiyyətlər var və mən bu insanı görə bilirəmmi? Görə bildikdən sonra onunla doğru şəkildə və sağlam şəkildə münasibət qura bilərəm. Nəinki də yəni xəyali olaraq nəsə qururam o insana aid, amma orada xəyali obraza aşiq oluram. Real obraza deyil, yəni insanın özünə deyil. O zaman münasibətdə bir yerdən sonra mən onu dəyişdirməyə çalışıram. Düşünürəm ki, bu insan niyə belədir axı? Onu kontrol etməyə çalışıram və təbii ki, o insan özünü güvəndə hiss eləmir yəni. Özünə o münasibətdə olduğu kimi bir növ qəbul görüldüyünü hiss etmədiyi üçün istərsiniz o münasibət qırılır və o münasibət yəni davam etmir. Yəni orada davamlılıq Çox gözəl qorunur. vurğuladınız əslində. Yəni mənim əsas diqqətimdə olan məqamları qeyd etdiniz. Bir sualım yarandı mənim. Siz qeyd etdiniz ki, bir insan əgər hansısa bir ehtiyacı varsa, bu ehtiyacına uyğun insanla münasibət qurmalıdır. Tutaq ki, təşvişlidirsə, güvəndə ola biləcəyi insanı seçməlidir. Öz atası, anasına oxşar insan seçməməlidir. Amma mən belə düşünürəm ki, bir insan qarşı tərəfi bəzən şuurlu formada seçə bilmir. Yəni bu əksər halda belə olur. Bəs biz necə edə bilərik ki, qarşımızdakı insanı şuurlu şəkildə seçək? Yəni bunu necə təhlil edə bilərik əvvəldən? Məsələn, belə deyək də, bir çox hallarda travmatik münasibətlərdə biz bunu görə bilirik ki, həddindən çox insanı ya idealizasiya edir, ideallaşdırır da və onu həddindən çox birdən-birə eşq deyilən o şey yaranır. Hansı ki, bu hormonal bir şeydir və hormonal da deyil. Əslində bizə necə baş verir bu məsələ? Travmatik bir şeydir və orada travması var və travmasını tetikləyən insanı seçir. Hansı ki, tutaq ki, atası çox bir növ belə deyək də, güvənilir bir insan olmayıb, soyuq insan olub bir növ, hardasa uşaq özünü o ailədə güvəndə hiss eləməyib və sırf gedir o insanları seçir. Çünki o paternləri istər-istəməz elə bir ki, bilir ki, məsələn, bu insana necə davranmaq lazımdır da və o davranışı bildiyi üçün beyin istər-istəməz yəni tanıdığı bir şeyi seçir də, tanış insanı seçir. Əgər məsələn bunu xüsusən qadınlara mən vurğulayıram ki, əgər bədəninizi rahat hiss eləmirsinizsə, məsələn, deyirlər o kəpənək uçuşdu. O əslində normal bir şey deyil. Yəni sakit tempdə və normal sağlam bir münasibətdə sevgi zamanla yaranır və güvənilir şəkildə olmalıdır. Yəni mən bir insanı tanıdıqca sevməliyəm. Nəinki də yəni o insana ilk görüşdə aşiq olmaq deyə bu biraz illüziyadır əslində. Çünki xoşlantı ola bilər, xoşumuz gələ bilər fizikən, bir cəlbedicilik ola bilər. Bu hansı ki, artıq bizə şərait yaradır ki, mən o insana münasibətə davam etdirim, yoxsa yox. Amma bir də var ki, içimdə həddindən çox kəpənəklər uçuşdu, nə bilim qarnımda ağrılar oldu. Bunlar əslində normal deyil. Və ya da ki, bədəninin həddindən çox sıxırsa, təşvişdə hiss edirsə, bu normal deyil. Çünki bədənimiz orada siqnal verir ki, bu əslində sinir sistemimizlə bağlıdır. Bədənimiz siqnal verir ki, bu insan sənin üçün təhlükəli bir insandır. Hansı ki, sənin uşaqlıq travmanı tətikləyə biləcək bir insandır. Ya səni tərk edə biləcək, rədd edə biləcək, səni qəbul etməyəcək, bəlkə sənə xəyanət edəcək bir insandır da, hansı qorxuların varsa, həmin o qorxuları sənə yenidən yaşadacaq insandır. Dolayısıyla yəni bədənimizin səsini dinləməliyik. Əgər bədənim mənim rahat hiss edirsə, mən yuxuma normal davam edirəmsə, mən sərhəddimi qoyduqda insan bunu normal şəkildə qəbul edirsə və yəni bir növ belə deyək də bunu qəbul edirsə, mən özümü orada qəbul edilmiş, görülmüş görürəmsə və ehtiyaclarım qarşılanırsa, bəli, mən doğru münasibətdəyəm. Amma əgər belə deyilsə, o zaman yəni bu o deməkdir ki, yəni mən doğru yerdə deyiləm, doğru ünvanda, yəni ki, doğru insanla deyiləm və bu yerdən uzaqlaşmalıyam. Bu bəzən çətin ola bilər və ya ümumiyyətlə belə deyək də, elə bir növ belə deyək də, vəziyyətlər ola bilər ki, həddindən çox artıq travmatik bir yerdən qoyulur və insan özünü fərqində deyil. Fərqində deyilsə, o zaman terapiya mütləq gəlməlidir. Terapiyasız mümkün deyil. Çox çətin olacaq. Yəni o insan artıq bir növ elə bir məqama gəlib çatmalıdır ki, həyat bir növ onu elə məqama çatdırmalıdır ki, insan bilsin ki, yəni bəsdir də, yəni ya o insan bezib ümumiyyətlə münasibət qurmayacaq, ya da ki, bezib ya terapiyaya gələcək, ya da ki, öz özlərində işləyərək, yəni bu şəkildə quracaq o balansı necəsə. Yəni belə. Bu cür dəyərli fikirlərinizi bölüşdüyünüz üçün sizə təşəkkür edirəm. Əziz izləyicilər, siz də bu kimi mövzuların davamını istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və aşağıda fikirlərinizi yazmağı unutmayın. Növbəti videonun hansı mövzuda olmasını istəyirsinizsə, onu da aşağıda qeyd etməyi unutmayın. Hələlik.